Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Mən bu günlərin bu video çarxında sizin üçün 2026-cı ildə müəllimlərin işə qəbul imtahanının test mərhələsində hərəkət qabiliyyətlərdən düşmüş bir sualın izahını verəcəm. Suala baxın. Deyir ki, dözümlülük qabiliyyətinin növlərindən hansı yanlışdır? Aşağıda verilmiş 5 variantdan müəllimlər 4-ü doğrudur, yəni 5 fikirdən 4-ü doğru fikirdir, biri isə yanlış fikirdir. Biz bu günlərin variantlarının içindən bir yanlışı tapmalıyıq. Diqqətlə baxın. Deyir ki, ümumi və xüsusi növləri vardır dözümlüyün. Bəli, dözümlüyün ümumi və xüsusi kimi növləri var. Doğru fikirdir. Sonra B variantında deyir ki, koordinasiya dözümlüyü texniki hərəkətlərin təkrarlanması ilə bağlıdır. Bəli, koordinasiya dözümlüyü texniki hərəkətlərin dəfələrlə təkrarlanmasıdır. Doğru fikirdir. C variantına baxın. Deyir ki, dinamik dözümlülük yüngül əzələ hərəkətlərinin uzun müddət icrasıdır. Xeyr, eləməz. Sualımızın cavabı budur. Yanlış fikirdir. Dinamik dözümlülük müəllimlər yüngül yox, ağır əzələ hərəkətlərinin dəfələrlə uzun müddət icrası deməkdir. Burada yüngül deyir. Bax, xırda bir nüans. Kiçik bir söz neynədir? Sualda bir səhvlik yaratdır. Diqqətli olmaq lazımdır. Yüngül əzələ hərəkətlərin yox, ağır əzələ hərəkətlərin uzun müddət icrasıdır. Məhz sualımızın cavabı budur. Yenə biz digər variantlara baxaq. Deyir, statik dözümlülük əzələ gərgin uzun müddət eyni vəziyyətdə saxlanmasıdır. Bəli, statik dözümlülük əzələ gərginin uzun müddət eyni vəziyyətdə saxlanmasıdır. Y variantı necə deyir ki, xüsusi dözümlülük koordinasiya, dinamik və statik dözümlülük növləri vardır. Bəli, müəllimlər, xüsusi dözümlülüyün 3 növü vardır. Koordinasiya dözümlülüyü, statik dözümlülük və dinamik dözümlülük. Hə, desəydi ki, xüsusi dözümlülüyün hərəkət qabiliyyətlərə görə neçə növü var? Bu zaman 4 növü deyərdik. Xüsusi dözümlülük hərəkət qabiliyyətlərə görə isə 4 növü var. Bunlar hansılardır? Sürət dözümlülüyü, sürət güc dözümlülüyü, koordinasiya dözümlülüyü, bir də qüvvə dözümlülüyüdür. Bunlar isə bu formadadır.